Necəsiz, yaxşısınız? Bugün sizə ev göstərəcəm. Belə uşaqların bilirsiniz ki, bəzi evlər düzəldirlər. Mənim bacım da ev şeyi xoşlayır. Hələ bir. Mənim bacım da deyirəm, ev düzəldir, belə eləyim, mən düzəldirəm, oyun çıxardır. Mən də otururam, televizorda baxıram da boş vaxtım olur. Şimdi dostlar, elə bir sizə uşağınızın az qala çıxmaya biləcəyi elə yer zaten ki, oradan çıxmaya da bilər də, yəni o qədər qəşəng yer olacaq. Baxın dostlar, belə 2 dənə stol qoyursunuz. 2 dənə də balış qoyursunuz stolların üstünə. Belə stol qoyursunuz amma. Baxın dostlar, belə düzünə stollar qoyursunuz 2 dənə, belə biçik. 2 dənə də şey, sonra belə yan tərəfə, bir dənə də yan tərəfə bura qoyuruq. Ondan üstünə balış zat qoymuruq. Bir eyni şeyi arxada təkrar edirik, qoymuruq. Bura uzanma yeri olacaq, ona görə balış qoymayacaq başqa yerə. Bunu da etdikdən sonra sizə bir dənə belə Type-C şey lazımdır. Type-C deyirəm, Type-C aradan çıxdı. Baxın dostlar, bundan lazımdır. Belə siz də görmüş ola bilərsiniz. Bəzi şeylərdə var tabletlərdə. Belə USB girişini taxırsınız və 3 dənə, 4 dənə şeyi zaryadkaya sala bilirsiniz. Şarj edə bilirsiniz də. Bir dənə USB yerindən elə bir dənə şey yığmaq olur. O da ki, çox vaxt telefon qoyursunuz zaryadkaya. Başqa yığandan başqa şey qoymalı olursunuz. Amma bunu bir dənə saldınız. 4 dənə şeyimizin hamısını qoymaq eləyir. Bir saat, qulaqcıq, sonra şey, necə deyim, məsələn, mikrofon, sonra axırıncıya da necə deyim, nə qoya bilərik? Nəzən bir şey də özünüzü görə qoya bilərsiniz. Amma telefon, qulaqcıq, saat, bir də ki, axırıncıya şey, necə deyim, bizə. Neydi ona? Şeyini qoyursunuz qoyun. Amma sözü sizə bundan mütləq lazımdır. Başqa cürlərindən də olsa, sözü 3 giriş olsun dostlar. Sonra sizə bir, dostlar, sizə şey lazımdır. Baxın, belə şeydir. Bunu görmüsünüz də, bəzi şeylərdə qoyursunuz, xotlayırsınız. Elə bir, bəzi proqramlar olur, ona telefona aid. Onlar da yalançılı da, elə bir. Belə qoyursunuz, göstərir buradan. Işıq yanır burada. Bu ışıq da duvara yansıdır. Göstərir. Bir dənə sizə bundan lazımdır. Sonra da onun yığanı içindən gəlir onusda. Belə 13-12 volt olmalıdır. O da ki 13-12 voltdur. Onusda sizə gələndə elə olmalıdır. Sonra bir dənə Type-C yığan. Onun da pultu gələcək onusda yanında. Bir dənə də ışıq. Temudan zat ala bilərsiniz. Işıq. Bir də 2 USB-li giriş. O son bir dənə şey də qaldı. O da ki, kompüter üçün əlavə 2 dənə şey, fan ala bilərsiniz. Arxasında da yazılıb. Belə bundan bir dənə alın. Belə 2 dənəli olsun amma. Yəni 2 dənəli olsun. Belə kompüter üçün. Onu da aldınız. Bu qədər də arxasına da baxın. Arxalarına alanda 2 dənə USB giriş olmalıdır. Mütləq amma. Yox, bir USB, əsas USB girişi olsun dostlar. Onu sizə deyirəm. Çünki USB girişi olmasa özünü xodlaya bilməzsiniz. Çünki özünü xodlamaq üçün 2 USB-li şey lazımdır. Gördüyünüz kimi. Elə bir dənə də ola bilər. Çünki ona çox şey taxmayacaq. İndi elə bir dostlar, baxın belə eləyəcəyik. Birinci, onu düzəltmək üçün sizə lazım olan əşyaları dedim. Birinci, bunu götürürsünüz. Evi düzəltdikdən sonra, yəni aparatları aldığınız və götürürsünüz. Sonra isə dostlar, baxın, bu USB girişinə şey taxırsınız. İndi göstərəcəm nəyi taxırsınız. Bunu taxırsınız. Bu da ki, nədir? Bu sizə dediyim 3 girişli şeydir.
Bunu taktıktan sonra ama bu da çok pula mal olur. Yani eləməyə də bilirsiniz. Sonra bu iki USB girişini de götürüp dostlar fanın arkasına takın. Fanın arkasındaki USB yerine takın. Yani bir USB'li de olabilir yani. Mütləq iki USB'li almamalısınız. Alabilirsiniz ama sonra zaretkalı gizlice olmasında zaretkasız taktınız sonra ömür boyu işlesin. Yani USB'ni taktınız, bunu da qoşdunuz, nə bilim, kompüterin zadına qoşursunuz qıraqlarına, USB bölmələrine. Bu da yanır da ömür boyu da. Bir dənə kompüter tokdan çıxanda sönür, zaretkası qıtaranda. Qıtarda bunda nə bilim, başlıqla zaretkaya qoyanda ömür boyu işləyir. Bir dənə işıqlar getməsə. İndi dostlar, biz burada qalmışdıq. Bunu belə taxdıq. Bunu götürüb bura qoşduq. Yəni bunun şeyini. Sonra isə bunu Type-C girişi götürüb sizə dediyim ışıq, yəni marketlərdə olan ışıq arxasına Type-C-ni taxırsınız. Amma dostlar, dəqiq bundan alın. Yəni Type-C ilə yığmayanını almayın. Sizə tövsiyə edirəm bunu. Ya Samsung yığan, yəni heç kimin azqalı işlətmədiyi o yığan. Ya da ki, iki tərəfə də fırlatanda o girən Type-C yığanda, yəni. İkisini də eləyə bilərsiniz. Amma başqa, nə bilim, yumruğu giriş saxlayan, yəni, ola bilməz. Çünki onlarda belə olur. Yumruğu girişlər belə olur. Oradakı əlavə tok taxmağa yeri yoxdur. Çünki üçlü prizə taxtıyıq onu. Belə lazımdır. Ona görə Type-C girişli alın ışığı. Type-C'ni də taxdıqdan sonra Type-C ışığı da bura qoşursunuz dostlar. İndi isə bu ışıq elə bir duvara vuran onun tokunu özünə qoşursunuz. Zaret qıyğanlı da yəni bəzən də ola bilər zaret qıyğanlı. Amma almayın çünki çox şeyə tok harcayacaq. Zaretkası da tez bitə bilər. Sonra bunları götürün. Hamısını. Baxın. Birini belə arxaya salın. Arxaya salın. Arxaya saldıqdan sonra ışığı arxaya saldıqdan sonra bunları götürün və toka salın. Yanınızda tok da olmalıdır, yəni toksuz iş olmaz. Aha. Sonra isə dostlar, bunu götürüb bunların arasına salın. Çünki arada bir bu toklar yerindən də çıxa bilər. Onun üçün bunları bunun arasına salın. Baxın, iki dənə stolun arasına yastıq olan. Sonra da bunları götürün. Biraz arkaya gizlədin. Gözün dostlar, qaranlıq ekran görsün. Telefonu koyun basmaq üçün, yəni bunlar içəridir. Yəni tokları belə arxa tərəfdə saxlayın. Və salın. Sonra bunu isə tərsinə, yəni Type-C görünən yerə, Type-C deyirəm, USB görünən yerə hər şeyi qarışdırdım. Bunu da bura belə salın. Dostlar, sallıq. Ki bu içəridə qızmasın. Elə bir bura hava verə bilsin don. Sonra isə işiniz bitmiş olacaq dostlar. Bunun üstünü də örtü sala bilərsiniz. Yəni mən örtü salmanızı tövsiyə edirəm, amma biraz yekə salmaq lazım. Çünki bu boyda yerdir. Biraz yekə örtü götürüb asın. Və sonuç budur. Polis ilə hər şeyi baxın dostlar. Işığın ekranı zaten heç nə yanmır. Nədir ki? Ne oldu? Ne oldu? İşləmədi dostlar. Yox. İşlədi amma vantilatör işləmədi. Yəni kompüter şeyi.
Bunu söndürək. Ne oldu buna? Sizin de size görmürsünüz, bilirəm. Bunu ters çevirək onda. Dostlar, bakın bunu ters koyun. Belə. Bakın belə koyun bunu. Yani arkasına bunu salın. Bu da bilirsən qoşulmadı bu yine bura. Yani çıxıb tokdan. Toka daxil olmaqdan yani çıxıb. Dostlar, 2 dəqiqə gözləyin. Zəhmət olmazsa bunu buraya qoşun. USB çıxabilir. Ona göre demiştim ki onu ortaya salın. Hemen şeyde baş verdi dostlar, gördüğünüz gibi. Ona göre değildim ki ortaya koyun. Yani ortaya da koymak size yani istemeyeceğinizden kısız. Yani onun yanmağı en lazımlı şeylerden biri olabilir. Çünkü kızabilir. Öz-özünə çönə patlayacaq bilək. Işıqların zərrəsindən vıqqıyıb patlayabilirdi yani. Ve şunu söndürürəm. Dostlar, orada balaca ışığı var. O ışıqda kodda olmağını göstərir. Yani mən bunu tokda çıxartsam, baxın dostlar. Tokdan çıxartdım. Işıq sönmədi. Hə, söndü. Ama toka taxdım. Işıq başlayır yanmağa. Həm də ki, toka salanda qorxmayın. Bir dənə belə ses gəldi dostlar. Dayanın. Kanımı düzəltdim bir dənə. İndi qaranlıqda belə görmək olur. İndi ışıq yandırım bir dənə telefon ışığını. Bunu bura saldıqda bunlar yanıb sönəcək. İstəyirsiniz sesinə də baxın. Baxın indi. Ne oldu yine? Siz tövsiye edirəm belə şeyler olmasın. O vaxt yanır. Yandı. Nasıl oldu? Dostlar, ne oldu? Bir tane yanım. Bakın dostlar. Çaresiz kaldım. Ne izledim ben? Bakın indi sese. Ne oldu ya? Şimdi dostlar bunu ettiniz ve işiniz de kısalmış olacak. Bir daha bunu deneyim eləmək lazımdır. Hardan yanlış oluyor? Yeni dostlar elə bir şey demərsiniz. Pult elə bir bəzi yerlərdən tuta bilməyik. Mesela arka taraftan arada bir tutuq, ters koyanda ne bileyim tutmayacağız. Onu uygun koymak lazımdır. Harası tutursa onu yukarı tarafa koymak lazımdır. Onu da çok bakın. Her şeyi bakın. Bu boyda şeyi biz bu saat 13 dəqiqəlik videodayıq. Bu boyda şeyi tekcə daşıyan o 13-12 dediğim voltluk şeydi. Dostlar. Bakın yine ses geliyor. Ama bakın. Yanlış sönük. Sizi bilmirəm eşitdiniz yoxsa yox. Və sonuç artıq istədiyiniz kimi kef edə bilərsiniz. Bacınız artıq oyuna bir yana gəlib oyun oynayaq. Bilirsəniz. Ne bileyim ne də elə bir yəni bacın sizdən əl çəkəcək. Bunlar etdikdən sonra bunlar 100-200 manata mane ola bilər. Amma siz balaca dəcəl uşaqlar sizi elə bir 100-200 100 manat 120 nə bilim 120 200 manata zat bunu cədmək olur. Baxın. Dizliklə oynuyor. Gigadirlə işıq yanmır. Basırsan düymeye, vantilatörlər yanır.
Aha, ışık yandı. Gəlirlər, girirlər uşaqlar, nə bilim, buradan ışığı yandırmağa. Yandırırlar belə. Belə ışık yana bilir. Işık yana bilir. Belə baxaq, siz uzana bilərsiniz. Məsələn, özünüz düzəldib. Baxın, oradan vantilatör yanır. Mən olsam vantilatör olan yerdə uzanardım. Bir yandan mənə sərinlik. O mənə biraz sərinlik verəcək. Çünki arxa tərəfdədir. O bir tərəfdən də aparata, yəni buradan söndürdüyümüz yandırdığımıza verəcəkdi. Belə dostlar. Necədir, yaxşıdır. Bir də ki, sizə belə şey göstərəcəm dostlar. Baxın. Bunun arxasındakı aparat köçürmə şeyidir. Belə bir ekranı paylaşır. Bunu belə dostlar yuxarıya qoyub nə bilim video izləmək də olar. Telefon görsənləri göstərə bilmirəm. Bunu da pultdan idarə etmək olur. Pultda ayrı düymələr var. Belə çevirirəm məsələn. Basıram o kazadan nəsə videoya zat girir. Belə deyim. Bunun üçün də bir aparat alıb HDMI yerinə qoşub oradan HDMI-yə girib telefon elə bir avcı zat nəsə alın, qoşun buna. Ekranı telefonunuzdan ekranı buna paylaşmaq üçün. Girin ora. Həmən HDMI-ni qoşduqdan sonra ora girin. Ekranınızı paylaşın və istədiyiniz gün onu YouTube'a qoşub ilerlədə bilərsiniz. Ya da ki bunu biz içəriyə qoyub səslər ona görə gəlirdi. Belə də istədiyiniz kimi idarə edə bilərsiniz. Elə bir dostlar, baxın belədir. Uzanıb. Rahatlıqla. Belə başınızın üstündən bir də sərinlik gəlir. Başım buradan fikirləşin, saçım ona bağlanır. Baxın, dərsini seveyim. Baxın, burada uzanmışam. Işığı da istədiyimiz kimi ayarlaya bilirik. Belirləyə bilirik. Nə bilim, çevirə bilirik, bağlaya bilirik. Belə də ala bilərsiniz, adi də ala bilərsiniz. Belə rahat edirik. Adam keyif edir. Gördüyünüz ki, gedirsiniz. İşiniz, zadınız var. Tek elədiyiniz budur. Baxın, tek elədiyiniz bu nöqtədir. Baxın, indi telefona tuturam. Aman oldu, əşki. Durursuz dostlar, tek elədiyiniz budur da. Ekranım niyə mən belə oldu? Bulanıq başlayırsa başlayır. Baxın. Ayda dostlar, nəsə problem var yenə. Dostlar, bağışlayın. Bu problemlər bizdə qurtarmırdı elimizdə. İçəridən yanın dostlar, yenə bağlayın bulanı. Dostlar, bunu belə ortaya qoymalı olduq. Çünki belə şey deyə bilir, söndürüb yandıra bilir. Altda da boşluq var, oradan söndürüb rahat yandırmaq olur. Bunu da belə qoyduq. Işıq yan. Bunun 3 cür modu var. Amma mən ən çox bu modu sevirəm. Çünki biz bunu çoxdan işlədik. Yəni necə bilirsiniz, zat. Rahatdır. İndi davam edib. Bunu ortaya qoyduq. Aparatı da ortaya qoyduq sənin üçün deyə. İndi başlayaq tezdən həmən yerə. Nə işiniz var, gedirsiniz, uzanmışsınız, durursunuz, tək işlədiyiniz budur. Tək elədiyiniz budur. Baxın dostlar. Bu niyə belədir? Bu niyə belədir? Dostlar, bunda bir dənə problem var. Siz istəyirsinizsə açsınızsa baxa bilərsiniz. Şöyle bir yanmır. Belki böyle koymaq lazımdır. Üstünə tərəf. Belə qoyduq.
O hardan sonra yumurta dostlar, benim başım çıxmadı. Bundan. Bir tane bakın. Bakın sönmür. Bu biraz zaten yanmalıdır dostlar, sonra sönür. Elədi. İlla bunun ekranı zaten vardı. Sonra söndürmezsiniz. Yani yandırdınız. 2 saniye sönmek. Yani buradan. Kottan mı? Arkadan kottandık. Şimdi bakın dostlar. Size bunu demeye çalışıyorum. Bir yandı. Sonra söndür. Şimdi bunu da tezden belə qoyduq. Belə elədik. Dostlar, tezdən gəldi hemen yerə. İşiniz var. Yani yandırmamışam. Şimdi işiniz var. İşinize gecikirsiniz. Ayana işime gecikirəm. Yani bir de o mənim cətdiyim USB'lər var. Birləşdirmişəm. Onları söksün, geçsin oradan toru çıxartsın. Oradan ışığı çıxartsın. Zat yok. Tek elədiyiniz budur. Bu kadar. Eve de geldiğinizde oturursuz kefe. Şimdi dostlar deyirsiniz ki biriniz bu ne sesli ölür ya biz bu sesten. Şimdi bakın. Bu birinci ne olur dostlar. Bazılarında heç belə də olmur. Ama bizdə belə deyil. Yəni sizdə də belə olsa qorxmayın. Yani ses birazdan değişecek. Bakın şimdi aparat işləyir. Birazdan aparat yanacaq ve fan başlayacaq işləməyə. Bakın. Gözləyin. Bizim aparat belədir. Biz bunu çoxdandır işlədik. Yada qalmamışıq dostlar. Həmişə belə qəribə şeylər öyrənirəm evdə. Ona ne oldu ya? Nasıl oldu dostlar buna? Ama ses yanır da. Onu siz bilin. Bu burası biraz saygın yani değil olduk da. Biraz bunu fırlayayım. Düştü her şey yere. Biz yesem boyuna kan bu tek şeyle ile bir damla şey soğutabilmedik. Hava oldu bize. Şimdi işlemeli. Ne bileyim elbette. Videomuz dostlar bu kadarıydı. Yoruldum danışmaktan ağzım yoruldu. Şey yandırdım baxın. Belə deyil. Brand istəyirsinizsə bağlayabilirsiniz. Bloklanacaqdan ama bilin ki sonra işinəcək çünkü bu havalı bilməyəcək. Gördüğünüz o fan. Yani mesela bir adam kimi iş eləyir. Yatmayın da qəşəng diyor yana. Üstümdə ışıq, bu. Ne bileyim bir yandan ben hava aparatı var güclənəcəkmişəm. Sizin yerinizdə dostlar şey eləyirəm. O ışık eləyirəm. Gecikirəm durun bir də. Burada söndürüm. Durun bir də. Söndürdüm. Çok yerə qoymaq lazımdır. Çok yerə.
Bu da mənim üçün bəhsdir. Sonra FPS-imiz aşağıya düşəcəkdir. Dostlar, elədik. Elə bir fana doğru tutaq. Fanın bu ışığına tərəf. Deyəm dostlar, yine yoxlayacağım bunu. Səfərdə belə indi. Baxın, tam buna doğru tutmaq lazımdır. Lidyanın görək nə olacaq, hə? Bu baş verə bilir dostlar. Bu baş verə bilir. Bunda baş vermesine imkan vermemek için burasını bağlayıp veya başka bir şey edebilirsiniz. Ben bağlamayayım. Neyse bağlamayayım. Ne zilliyim ben buranı. Böyle bağlasam gider. Dıbıdıbıdım. Çünkü neler yaşamayı. Bir tane video için gözüm ne kadar yordum. Videonun süreyi oldu. Tutamayayım diye. Yani ilk defa öyle bir şeyin içine atmıştım. Göhneliğin telefonunun 1990 yılı. Bu ondan uzun oldu. Şimdi şeye gideceksiniz. Bokunuz var, topunuz var. Sen de görürsünüz. Eve gelirsiniz. Ay Allah, ölürüm sizden. Yorulmuşam gecede. Niye özünüz öldü? Tavada da bakın. Neyse dostlar, videomuzun sonuna geldik. Böyle videolar istersinizse like atıp abone olmayı unutmayın. Ve sağ olun.